Usikum və nəfsi bitəqvallah. Həm sizə, həm özümə ilahi təqvaya riayət edib təqvalı olmağı tövsiyə edirəm. Keçən cümələrdə xatırlayırsınızsa, ikinci xütbəmizdə qəflət mövzusu haqqında danışırdıq. Demişdik ki, insan bir çox şeydən qəflətdədir və onların bir neçəsi haqqında danışmağa başlamışdıq və qeyd eləmişdik ki, insanın ən birinci qəfləti özündən başlayır. İnsan özündən, kimliyindən, özəlliyindən, özünün nə və ya kim olmasından qafildir. İnsan xəbərsizdir özündən deyə Allahdan da qafildir. Özündən xəbərsizdir deyə aləmin sirlərindən də xəbərsizdir. Və insanın özündən qəflətdə olmasının ziyanı haqqında danışmışdıq. Müqəddimə eləmişdik və qeyd eləmişdik ki, qəflətin ən təhlükəli növlərindən biri insanın özündən qafil olması, yəni öz varlığının keyfiyyətindən və fəzilətindən qəflətdə olmasıdır. Məhz şeytan da insanı bu yoldan aldadır. Şeytan bizə, hamımıza, qulağımıza pıçıldayaraq təlqin eləyir ki, sən sıradan varlıqsan, adi bir varlıqsan, qiymətin yoxdur. Sən də adi bir bayırda uçan milçək kimi, yerdə gəzən qarışqa kimi, otlayan heyvan kimi adi bir canlısan, 5-10 gün ömrün var, ye, iç, kef elə. Fikir verin necə insana yanaşır, yəni o ye, iç, kef elə deyən insanlar var. Onlar əslində belə desinlər gərək insana, heyvan ol. Üzr istəyirəm, ye, iç, kef elənin arxasında duran fəlsəfi məna budur ki, heyvan ol. Yəni heyvan ol bu mənada ki, heyvan da yeyir, içir, arada bir də ki, uzanır bir kölgəlikdə kefin çəkir. Yəni onunla sən eynisən, bu sözün mahiyyəti budur. Vallahi o sözü kimsə sizə işlətsə, desə ki, 5 günlük dünyadır, ye, iç, kef elə, deyin ki, mən heyvan olmaq istəmirəm. Mən heyvan yaranmamışam, heyvan da deyiləm ki, sən deyən kimi də olum. Allah da insanın özünü tanıması üçün ilk növbədə ona din göndərir ki, dinin əsas təyinatından və əsas işlərindən də biri budur ki, insan özünə qayıtsın və özünü tanısın. Və bugünkü xütbəmizdən də etibarən insanın qəflətdə olduğu özündən danışacağıq. Bədbəxt və ya xoşbəxt olmağın biz elə bilirik ki, kənar amillərdən asılıdır. Mən bədbəxtəmsə, bu mənə kənardan olan təsirlə əlaqəlidir. Ya mən xoşbəxtəmsə, yenə də kənardan olan təsirlə əlaqəlidir. Və bir çox şeylər var ki, insan onun kənarda olduğunu düşünür. Amma bu kimi şeylər birbaşa insanın özünə yanaşması ilə əlaqəlidir. Sənin bədbəxt ya xoşbəxt olmağın pullu, pulsuz, bankrot, uğurlu olmağından asılı deyil. Vallahi deyil. Bizə inandırıblar ki, belədir, amma belə deyil əslində. Şeytan aldadır, pulun qutaranda təlqin eləyir, bədbəxtsən. Dostun çıxır, gedir, təlqin eləyir, görsən necə bədbəxtsən. Ya bir əzvi itirirsən, təlqin eləyir sənə, sən bədbəxtsən. Kimsəsizsən, beləsən, səni əzir, səni əzməyə çalışır, ruhunu öldürür ki, özünü əzik hiss eləyəsən. Daim əzik hiss eləmək üçün şeytan var gücü ilə çalışır. Amma bu kimi şeylər biləsiniz ki, insanın özünün özünə yanaşmasından asılıdır. Səni bədbəxt eləyən də özünsən, səni xoşbəxt eləyən də özünsən. Özünü bədbəxt və ya xoşbəxt hiss eləməyin kənar amillərdən asılı deyil, özünü belə hiss etməyindən asılıdır. Məsələn, bir misal çəkim sizə. Təsəvvür edin ki, sizdə külli miqdarda pul vəsaiti var. Misalla daha rahat başa düşmək olur da, nəzəriyyəni. Külli miqdar pul vəsaiti var. Adın qoyaq 1 milyard, misal üçün. Pul vəsaiti var. Onunla nə gözəl işlər görmək olar. Özün üçün də günahlayarsan, xalqın üçün də günahlayarsan. Amma həmən pula siz adi kağız parçası kimi yanaşırsınız. Yanaşmanı nəzər qoyuram ortaya. Baxın, puldu qoyublar qabağıca. Götürürsünüz, belə baxırsınız, deyirsiniz ki, hə nə deyə bu? Kağızdır da. Kağız. O zaman siz həmən pula kağız olaraq yanaşdığınız üçün həmən puldan ancaq samovar qalamaq üçün istifadə edəcəksiniz.
Və pulu bir ilin içində yandırıb məhv eləyərsiniz. Əgər düşüncənizdə ona kağız kimi yanaşırsınız və onun həqiqi imkanlarından xəbəriniz yoxdursa, təsəvvür edin, aparmısınız bir adada yaşayıb puldan xəbəri olmayan insanın qabağına paska-paska pulu qoymusunuz. O da o pullarla necə lazımdır ocağın altını qalayır, özü üçün yemək bişirir. Amma pulun həqiqi imkanından xəbərsizdir deyə pulu çox dəyərsiz bir işə sərf eləyir. Razısınız mənimlə? İnsanda özü çox funksiyalı və heyrətamiz dərəcədə bənzərsiz yaradılış olmasına baxmayaraq, çoxu eyni ilə pula kağız parçası kimi yanaşanlar kimi özünə elə dəyərsiz bir varlıq kimi yanaşır ki, belə də ömrünü sıradan bir canlı kimi başa vurub çıxıb gedir. Özünü sıradan bir canlı hesab edən adamın dindarlığı da sıradan olur, bəsit olur. Bir adam ki, özün adi bir adam bir hesab edir, adi bir varlıq bilirsə, onun dindarlığı keyfiyyətdə olmur, bir həddə qədə olur, qalxmır o dindarlıq. Başa düşürsünüz, qaldıra bilmir onu. Özün ki, dəyərsiz bilir, dindarlığı da dəyərsiz olur. Müsəlmançılığı da dəyərsiz olur. Özünə hörmət eləmir, özünün qədrin bilmir, qiymətin bilmir deyə başqalarının da qiymətini bilə bilmir. Mən fikir vermişəm, insan özünü nə qədər çox tanıyırsa, gedib İmam Hüseyni ziyarət eləyirsə, o İmam Hüseyni hamıdan çox tanıyır. Özün tanıyan daha rahat tanıyır Əhl-i Beyti, daha rahat tanıyır Allahı. Bu qəribə bir mexanizmdir ki, Allah qurub ki, hər şey insanın özünü tanımasından başlayır. Və elə adamlar, özünü sıradan hesab edən adamlar var. Əgər sizdə də belə bir xəstəlik varsa ki, özünüzü bəsit, sıradan bir vətəndaş hesab edirsinizsə, o zaman bilməlisiniz ki, siz dinin, dərinliyin, hərarətin, ləzzətin duya bilməzsiniz. Və dində olan hər şey sizə adi gələcək, bəsit bir şey kimi görünəcək. Çünki insan özü öz gözündə adi varlıqdır. Ən qorxulu şeydir insanın özünün öz gözündə adi varlığa çevrilməsi. Mən kiməm sualına cavab vermədən din nədir, həyat nədir, xoşbəxtlik nədir, bədbəxtlik nədir, bu kimi sualların cavabını tapmaq olmur. Siz bilməsəz ki, nə boyda varlıqsınız. Mən sizə izah eləyə bilmərəm din nədir. Dinin nə olduğunu başa düşmək üçün mən kiməmi bilməliyəm. Mən həyatın nə olduğunu bilmək üçün özümün kimliyimdən xəbərim olmalıdır. Fussilət surəsində Uca Allah 53-cü ayədə buyurur ki, Sənurihim əyətinə fil əfəqi və fi ənfusihim. Buyurur, biz öz nişanələrimizi ona həm kainatda, onlara həm kainatda, həm də onların özlərində göstərəcəyik. Fikir verin, həm afaq, yəni kainatda, həm də ənfusihim, özlərində. Allahın nişanəsi həm də bizdədir. Və davamında da buyurur ki, Həttə yətəbəyyənə ləhum ənəhul haqq. Və nəhayət ki, onun haqq olduğu onlara aydın olsun. Bu fikir verin, bu ayədə Allah bizə bildirir ki, insanın özündə Allahın nişanələri var. Və bu ayədə insanın özü ilə yanaşı Allah nəyin adını çəkdi? Kainatın, afaqın. Kainatın adını çəkdi. Bizə bir mesaj verir Allah ki, yəni insan, sən bu əzəmətdə kainatla yanaşı qoyulacaq varlıqsan. Təsəvvür edirsiniz? Allah insanı kainatla müqayisə edir. Kainatın nəhəngliyin təsəvvür eləmək üçün rəqəmlər acizdir. Nə qədər ulduz, galaktika, nələr, alimlər araşdırdıqca araşdırırlar, ucuna gedib çıxa bilmirlər, harda başlayır, harda qutarır, sərhədi hardadır. Elə bilirdilər, indiyə qədər Günəş ən böyük ulduzdur. Sonra tapdılar, nə bilim, Stemson ulduzunu tapdılar. Cürəbəcür ulduzlar tapırlar, görürlər ki, Günəş onların yanında qum dənəsi boydadır. Sonra başqa göydə, kainatda olan bəzi varlıqlar kəşf olunur, qara dəliklər və s. və ilaxır. Hamısı insan heyrətə gəlir ki, nə boyda, nə əzəmətdə varlıqlar var dünyada, kainatda. Siz təsəvvür edin, həmin əzəmətli kainat insanla müqayisə olunur. Necə o kainat əsrarəngizdirsə, sonu yoxdursa, ucu bucağı görünmürsə, həmən insanın da ruhunun sonu yoxdur. Ruhunun ucu bucağı görsənmir. Bizdə olan bir ruh var ki, onun
müqayisəsi ancaq bu kainatla mümkündür. İnsan da eyni ilə bu kainat kimi bir aləmdir. Əli əleyhissalamın bir şeiri var. Həmin şeirin tərcüməsində əleyhissalam tərcüməsini deyirəmsə buyurur ki, ey insan, sən özünü xırda bir zərrəmi hesab eləyirsən, halbuki səndə böyük bir aləm gizlənib. Sən balaca zərrə deyilsən, böyük bir aləmə sahiblik eləyirsən. Və insanın özünü tanıması deyərkən nə nəzərdə tutulur? Bunu deyim, bir qədər məlumat verim, saxlayaq inşallah davamlı gələn cüməyə. İnsanın özünü tanıması deyərkən fitrətini tanıması nəzərdə tutulur. İnsan fitrətini tanımalıdır. Yəni fitrətdir insanın həqiqəti. İnsanın ən dərin yaradılışı onun fitrətidir. Bir var deyirik ki, bax bir misal çəkim sizə izah edeyim fitrət nədir. Bir var deyirik ki, insan özün düzəltsin. Bir də var deyirik, tərbiyə eləsin. Bunların ikisinin arasında fərq var. Özünü düzəltlə, özünü tərbiyə elənin fərqi var. Nədir bu fərq? Özünü düzəltməyin mənası budur ki, insan özünə bir hədəf seçir. Deyir, bax, mən belə olmalıyam. Və başlayır özünü ona uyğun şəkildə, o hədəfə uyğun şəkildə hazırlayır. Yəni düzəldir. Düzəldir. Bu düzəltmə işində bir hədd var. O həddə çatdınsa düzəltmə bitdi. Misal üçün insan bir şey düzəldəndə, stul düzəldirsən, stulu düzəldib ömür boyu stul düzəltmirsən ki, bir dəfə düzəltdin, bir bitən yeri var da, bitdi, apar qoy istifadə elə, düz. İnsanın da özünü düzəltməyin bir həddi var, bitdi da bəsdir. Özünü düzəltdin bura qədər, hara qədər istəyirdin, bura qədər, düzəltdin bura qədər bəsdir. Amma tərbiyənin və təskiyənin isə mənası odur ki, insan özündə olan tərbiyə nədir bəs, onu izah edirəm. İnsan özündə olan fitri fəzilətlərin qarşısını alan maniyələri bir-bir aradan götürür və onun insani özəlliyi aşkar olur. İnsan həqiqətinin üstündən pərdələri götürür, tərbiyə elədikcə, özünü təskiyə elədikcə və hər pərdəni götürəndə bir qədər insanlıq nuru daha çox görünür. Daha çox insanlığa aşkar olur. Tərbiyə, yəni özünün üstündən pərdəni götürmək ki, özün üzə çıxasan. İnsanın özünü, öz fitrətini, öz kimliyini, öz daxili fəzilətlərini üzə çıxartması tərbiyə adlanır. Və bir dənə misal da çəkim, lap rahat izah olsun sizə. Gül düzəltmək, gül. Bir var taxtadan gül düzəldirsən. Bir var parçadan gül düzəldirsən. Var kaprondan. Kaprona nə deyirlər Azərbaycanca? Kauçuk. Kauçukdan düzəldirsən. Bir var məsələn kağızdan düzəldirsən. Düz. Güldür də. Düzəldirsən, baxırsan ki, bu nədir qardaşlar? Bu güldür. Bir də var ki, gül toxumunu əkirsən, başlayırsan onun üçün, onun içində olan qabiliyyəti aşkar etməsinə şərait yaradırsan. Neynirsən? Əkdün, münbit torpaq axtarırsan birinci. Tapdın. Əkdün gülü ora. Su varırsan, gün şüasının düşməyini təmin eləyirsən, istiliyin verirsən, nəyin verirsən, hər şeyini gözəl alağın eləyirsən, ətrafını açırsan, suyun vaxtında verirsən. Nə iş görürsən sən? Sən o toxumun öz içindəki fəziləti aşkar etməsinə şərait yaradırsan. Bax, tərbiyə bu cürdür. Özünü düzəltmək o taxtadan gül düzəltməkdir, amma tərbiyə isə toxumu əkib gülü becərməkdir. İnsanda içində olan toxumun, insanlıq, fitrət toxumu var ha. O toxumun cücərib insan olmasını təmin eləməlidir. Biz bura ona görə gəlmişik. Biz gəlmişik ki, içimizdəki insani özəlliyin, həqiqətin aşkar eləyə bilək. O fəzilətlər yığılıb qalıb bizim içimizdə. Onlar açılsın, tökülsün hər yana. Allah Peyğəmbərin, Əmir əl-Müminin, Əli əleyhissalamın, İmam Hüseynin, İmam Həsənin və digər imamlarımızın timsalında bizə göstərdi. İnsan toxumu cücərsə kim ola bilər? Nə ola bilir? Nə boyda fəzilətlər aşıb tökülə bilər adamdan? Nə boyda hikmət tökülə bilər adamdan? Nə boyda insanlıq yağar adamdan? Onu göstərdi. Bu Peyğəmbərimizə baxaq, Əli əleyhissalama baxaq. Onların da fitrəti sənin, mənim fitrətimlə eynidir. Onlar o fitrətin üstündəki pərdələri götürdülər, oldular Əli, oldu Peyğəmbər,
oldu Həsən, oldu Hüseyn. Bizdə imkan yoxdur olmağa, var. Bizdə də var. Biz də özümüzü tərbiyə eləməklə o fitrətin üstündəki pərdələri qaldırıb içimizdəki fəziləti aşkar eləyə bilsək, biz də bir gül dənəsinə çevrilə bilərik, insanlığın gülünə çevrilərik və insan özünü tərbiyə etmədən, bir sözlə deyim, özünü tərbiyə eləmədən insanın özünü düzəltməsi bir-iki günlükdür. Görmüşük adamlar, neçə illərdir bu dində, məsciddə belə adamlar görürük. Gəlir adam, özün düzəldib, yaxşıdır, indi dayanıb. Söysüyəndi söymür. Zina eləyəndi eləmir. Yalan danışandı danışmır. İçki içəndi içmir. Qumar oynayan da oynamır. Amma tərbiyə eləməyib, düzəldib bir-iki gün. Sonra yenə də getdi işini dalayacaq. Tərbiyə etməlisən ki, davamlı olsun. Düzəltməklə iş olmur. Özünü düzəltməklə məsciddə 5-10 dəqiqə sıxıb saxlayacaqsan. Bayıra çıxan kimi yenə də öz bildiyindir. Ona görə insan özünü tərbiyə. Yəni, ola bilər ki, biri çox tərbiyəsiz adamdır. Çox tərbiyəsiz adamdır. Amma özünü bir məclisdə düzgün aparır. O qədər var belə adamlar ki, gözəl nəzakət qaydalarını bilir, etiket əxlaqı deyirlər ona. Onu gözəl bilir, kosmetik əxlaqdır da bu. Yəni, kosmetik cəhətdən özünü düzəldir, 5-10 dəqiqə, 1-2 saat məclisdə çox səliqəli aparır özünü, amma çox səviyyəsiz adamdır, çox abırsız insandır və yaxud çox əxlaqsız adamdır. Amma 5-10 dəqiqə, bir neçə saat özünü saxlaya bilir, düz insan kimi göstərə bilir. Xüsusən saxtakar adamların belə bir xüsusiyyəti var ki, İstənilən mühitə düşəndə o mühitin rəngini götürürlər. Və bu düzəlmə var ha, bu düzəlmə tərbiyə deyil, bu düzəlmə fitrətə qayıdış deyil. İslam dini insanı tərbiyə eləyib fitrətinə qaytarır. İnsan nə qədər ki fitrətinə qayıtmayacaqsa düzəlməyəcək. 5-10 dəqiqə, 5-10 gün olacaq onun düzəlməyi. Yenə qayıdacaq köhnə günahlarına, yenə qayıdacaq köhnə əməllərinə, əvvəlkilərdən də pis qayıdacaq. Ona görə də bütün fəzilətlər və bütün gözəlliklər insanın içindədir, fitrətindədir. Və biz o fəzilətləri kənardan özümüzə yükləməklə, mən baxım, məsələn, Hacı filan kəs belə oturur, mən də belə oturum. Yox, sən içindən düzgün əməlli olmağı hiss eləməsən, sən fitrətinin düz insan olmağını üzə çıxartmasan, filan kəs belə düzdür, mən də belə düz olmayacaq. Özünü kiməsə bənzətməklə düzəldib tərbiyə eləyə bilməzsən. İnsan özünə qayıdaraq özünü tərbiyə eləməlidir, fitrətinə qayıdaraq və insan heç bir gözəl xüsusiyyəti kənardan qazanmasına ehtiyac yoxdur. Bütün gözəlliklər içimizdədir. Hamısı bizim içimizdə var. Elə bil ki, bir nəfər toxumu əkir, gül çıxardacaq indi oradan. 10 dənə rəssam düzüb ora, əllərinə verir fırçanı. Deyir ki, sən gözlə, sən bitki böyüyəndə yarpağın yaşıl rənglə, sən gülün qırmızı elə, sən ortasını sarı elə. Bir də ayrılırlar ki, gül açılıb, heç bunların rəssamına ehtiyac qalmıyor. Belə öz rəngləri ilə bərabər bunların qarşısında hazırdır. İnsana kənardan rəng lazım deyil. İnsanın içində bütün rənglər var. Gözəlliklər onun özündədir. Qur'an-ı Kərimin Rum surəsi 30-cu ayədə uca Allah buyurur ki, bu ayəyə xüsusi qulaq asın, zəhmət olmasa, buyurur ki, فَأَقِمْ وَجْحَكَ لِلدِّينَ حَنِيفًا فِطْرَةَ اللّٰهِ الَّتِي فَتَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللّٰهِ Buyurur ki, üzvü Allahın xalis dininə tərəf tut. Əmr eləyir. Üzvü Allahın hənif olan, xalis olan dininə tərəf tut. Və davamında deyir ki, bu bir fitrətdir ki, Allah insanı bu fitrət əsasında yaratmışdı. Allahın yaratdığında heç bir dəyişiklik görməzsən. Bu ayələr aşkar şəkildə bəyan edir ki, Allah bütün insanları eyni fitrət əsasında yaradıb. Allah deyir ki, dəyişilməzdir bu fitrət qaydası. Allah bizi xalis din fitrəti, xalis insan fitrəti əsasında yaradıb. Fitrət nədir bəs? Bayaqdan deyirik. Maraqlı sual yaranar beyninizdə. Nədir fitrət? Fitrətə bir qısa tərif verək. Gələn cümlələrdə daha ətraflı danışarıq. Fitrət budur. Fitrət yəni xüsusi növ yaradılış forması. Fitrət yəni yaradılışdan bizdə olan forma, xüsusiyyət, hal, tərz, istək.
Nə deyirsinizsə deyək. Fitrət insanın ən ilkin yaradılış formasıdır. Yəni birinci olaraq biz var olanda nə olmuşuq, odur fitrətimiz. Fitrət bizim ilk yaradılışımızdır. Allah bizim birinci yaratdığı fitrətimizdir. Fitrətimizi yaratdı, sonra hər şey əlavə olar, sonradan yarandı. Və fitrət heç bir şeyimiz olmadan öncə var idi. Bizim hələ heç nəyimiz yox idi, fitrətimiz var idi. Fitrət heç nə ilə qarışmır, yadda saxlayın. Heç nə ona qarışa bilməz, o da heç nəyə qarışmır. Heç nəyə bənzəmir və heç zamanda dəyişmir. Heç kimin fitrəti dəyişilə bilməz. Allah buyurur ki, sən Allahın yaradılışında dəyişiklik görməzsən. Bizim xarakterimiz var. Xarakter, xasiyyət, zövqlər, hisslərimiz, istəklərimiz, bunlar hamısı sonradan müxtəlif xarici təsirlərin nəticəsində yaranır. Ya genetik olur, ata-anadan keçir bəzən adama. O da fitrət deyil, sonradan keçmədir. Bəzən də sonradan mühitin təsirinə uyğun insanda formalaşır. Peyğəmbər sallallahu bir hədisi var, deyir, bütün uşaqlar dünyaya müsəlman fitrəti olaraq gəlirlər. Ata-anaları onları ya xristiyan, ya atəşpərəst, ya o birisi bu birisi eləyir. Yəni hər bir insan içində fitrət, ilahi fitrət cövhəri ilə doğulur. Və fitrət baxımından fitrən heç kimin arasında fərq yoxdur. Hamı eyni fitrətə sahibdir insanlar. Əli əleyhissalam buyurur ki, Allah qəlbləri vahid bir fitrət üzərində yaradıb. Və dinin dəvət etdiyi bütün dəyərlər var. Din bizi nəyə dəvət eləyir? Namaz qılın, doğru danışın, yalan danışmayın, xəyanət eləməyin, hoqqabazlıq eləməyin, zina eləməyin, şərab içməyin, günahlardan çəkinin, vicdanlı olun, dürüst olun, insaflı olun, ədalətli olun. Belə-belə nə qədər gözəlliklər var din sayır bizə. Qardaş, bunların hamısı dindən qabaq fitrətimizdə var. Din bizim fitrətimizdə olanlara qarşı çağırış eləyir. Din insanların heç bir fitri istəyi ilə mübarizə aparmır. Dində bir dənə əməl tapın göstərin mənə ki, o bizim fitrətimizin istədiyi şeydən müxalifət eləyir. Yoxdur elə şey. Sadəcə insanların zövqləri ilə müxalifət eləyə bilər. Həvəsləri ilə, həvəsdir, zövqdir, xasiyyətdir, xarakterdir. Bunlar sonradandır, fitrət deyil. Fitrət pakdır, fitrət Allahpərəstdir və sadəcə dünyanın və mühitin təsirlə fitrətin üzərinə o qədər örtüblər ki, o qədər örtülüb o fitrətin üzəri ki, insan onun həqiqətlərindən bəzən xəbərsiz qalır. Faciə budur. Mən bilmirəm heç məndə nə var. Belə də dünyada, mən elə bilirəm ki, mən ancaq dünyaya gəlmişəm, kabab xoşlayıram məsələn. Biraz məsələn, sarı paltar xoşlayıram məsəl üçün, sən yaşıl paltar, mən məsələn, biraz belə ev, sən biraz belə maşın, vəssalam, budur elə, bizim istəyimiz, biz bundan ibarətik. Bunu xoşlayaq, onu xoşlayaq, 5-10 yeməyi sevək, onu sevməyək, mən soğan xoşlamıram, o desin, mən məsələn, kartuşka xoşlamıram, bu desin, yox, mən məsələn, belə xırda-xırda doğrayanda, budur, insan özün belə hiss eləyir. Niyə? Düşməyib fitrətinə. Tanımayıb fitrətini. Fitrətini görsə xəcalət çəkər indiki halından. Birdən insana onun fitrətini göstərsələr ki, kimdir o? Allaha and olsun deyirəm, insan xəcalətdən ölər, girər yerə. Cəhənnəm yaranacaq qiyamətdə. O bilirsiniz nədir əslində? Cəhənnəm insanın xəcalətindən yaranacaq oddur. İnsana kim olduğunu göstərəcəklər qiyamətdə. İnsanın içində bir alov yaranacaq, bunu demişəm sizə bir neçə dəfə. Həmin oddur elə cəhənnəm. Allahın qəzəbidir. Yəni Allah niyə qəzəblənəcək insana? Ona görə ki, sən kim idin, gəldin, neynədin? Sən nə boydaydın? Mən səni nə boyda yaratmışdım, sən gəlib nə oldun? Allahın qəzəbi bax buna görə. Bəziləri çatmır. Deyir, niyə Allah bizə bu qədər qəzəblənir? Niyə belə qəzəbli danışır Quranda? Deyir, yandıracam, cəhənnəm belə, o birisi belə, bu birisi belə. Deyirsən, qardaş, sən xəbərin var, Allah bilir sən kimsən, sən bədbəxt bilmirsən axı. Sən özündən xəbərsizsən, Allaha qınırsan ki, təsəvvür bu birisi nəyə bənzəyir? Əlimin içi boyda, ovcun boyda almaz daşı veriblər sənə. Sən də götürüb baxırsan, sən şüşət də, atıb tutursan, düşdü əlindən yerə çilik-çilik oldu. Almazı sənə verən az qalayında orada öldürərdi adamı. Öldürürsən. Sən də qalmısan mat-mətə, sən də bu şişəyə görə öldürürsən məni. O başa sala bilmir ki, ay insan, bu şüşə deyil, bu dünyanın ən qiymətli materialıdır. Bununla sən nələr almaq olar? Və insan da belədir.
elə böyük varlıqdır ki, Allah o böyük varlığın səhv işlər yolunda xərclənib tükənməsinə görə qəzəblənib cəhənnəm yaradır. İnsan başa düşə bilmir ki, mən neynədim məni yandırırsan? Sən neynəmədin axı? Sən bilirsən nə boyda bir sərmayəni məhv elədin? Sənə sərmayə vermişdi Allah ki, nələr qazanasan, bir qara qəpiyin yiyəsi olmadın mənəvi baxımdan. İndi deyirsən ki, mən neynəmişəm? Və ona görə də insan öz fitrətini tanımayanda özünə düzgün dəyər verə bilmir və dünya, bu mühit, bu ətraf, bu şoular, bu səsküylər hamısı fitrətimizin üstünü örtüb. Biz kimliyimizdən, fitrətimizdən xəbərsiz yaşayırıq və insan fitrən Allahpərəst varlıqdır. Sadəcə dünyadakı vəziyyət, müxtəlif zərərli ideologiyalar və s. hamısı fitrətin Allahpərəst olmasını, istiqamətin dəyişiblər. Yol var, açıq dənizə çıxır, okeana çıxır. Biraz gəminin burnunu döndərsən, qayalığa çırpılacaq. Və insanın bugün gəmisinin burnunu döndəriblər qayalıqlara, açıq dənizə tərəf, o uçsuz-bucaqsız okeana tərəf çıxan yola yox, qayalıqlara döndəriblər. Zatən gəmi gedir, zatən gəmi hərəkətdədir, zatən insan fitrəti pərəstiş etməyə varlıq axtarır. O Allahı istəyir, o fitrətin, o pərəstiş hissini yönəldirlər hara? Dünyəvi mala, dünyəvi istəklərə. Ona görə də insan fitrəti maqnit kimidir. Allaha doğru cəzb olunuruq. Bax biz hamımız. Biz Allaha doğru surətlə cəzb olunuruq. Onu azad buraxa bilsən, surətlə gedəcək Allaha tərəf. Fitrətin qabağın kəsməsən, o gedib yapışacaq Allaha. Sözüm düz mənada başa düşün ha. Misal olaraq deyirəm də bunu. Yəni gedib söykənəcək Allaha, gedib qovuşacaq Allaha. Fitrətin qabağın kəsməsələr və fitrətə Allaha tanıtdırmağa ehtiyac yoxdur. Fitrət gülər bizə. Fitrətə deyəsən ki, Allah var, qayıdıb özüvə deyər ki, mən səndən qabaq onun varlığına şahid olmuşam. Sən indində öyrənmisən? Mən şahid olmuşam onun varlığına. Dinin işi də, din gəlib bu, dini əmirlər. Dinin işi də fitrətin qarşısındakı maneələri götürməkdir ki, öz həqiqi istəyinə doğru fitrət irəliləyə bilsin. Fitrəti Allaha tanıtdırmağa dediyim kimi ehtiyac yoxdur. Allahı tanımağa cəhd eləyən bizim ağlımızdır əslində. Allahı tanıyan ağıldır, fitrət deyil. Fitrət Allaha şahiddir. Amma Allahı tanımaq üçün cəhd eləyən ağlımızdır. Amma fitrətimiz hamıdan və hər şeydən fərqli olaraq birbaşa Allahın varlığını hiss eləyə bilir. Birbaşa hiss edir. İnsan bilirsiniz harada hiss edib, hamınızın bu durumu olub həyatda. Elə bir adam olmasın, inanmıram ki, bu duruma düşməsin. Bir çətin ana düşür adam. Nə dosta əlün çatır, nə qohuma, nə bir tanışıva. Hər şeydən ümidin üzüləndə içində bir cazibə yaranır Allaha doğru. İçində bir istək yaranır Allaha doğru. Başa düşürsən ki, səni o durumdan, ondan qeyri heç kim xilas eləyə bilməz. Həmin o his ki var, Allaha ehtiyacı, onda bax fitrətin qabağından bütün maneələr götürülür. Bütün dünyəvi bariyerləri fitrət aşır, elə surətlə cəzb olunur Allaha tərəf ki, insan özü şoka düşür ki, mən bu qədər Allaha çox istəyirmişəm yəni, mən bu qədər Allaha ehtiyac hiss eləyirmişəm yəni. Maniyələr var fitrətin qabağında, o maniyələri çəkə bilsəydik, fitrət surətlə gedərdi Allaha tərəf. Fitrət Allahın varlığını duya bilir. Fitrət üçün Allahın varlığını sübut eləməyə ehtiyac yoxdur. Bir sadə misal çəkeyim. Necə ki, insan fitrən hiss edir ki, qidaya ehtiyacı var. Məsələn, bizə məktəbdə dərs keçmirlər ki, ay uşaqlar, gəlin oturun. Bax uşaqlar, sizin gündə 3 dəfə qidaya ehtiyacınız var. Gedin gündə 3 dəfə qida yiyin. Bunu kimsə bizə izah eləyib məktəbdə, ya evdə doğulanda. Uşaq anadan olanda dodaqlarını tərpədir, axtarır ki, mən yemək istəyirəm. O fitrən meyillidir, hiss eləyir ki, acdır. Yəni, insan ehtiyac yoxdur izah eləyəsən ki, sən enerji itirirsən, get zəhmət olmasa yeməyi enerji bərpa elə. Xeyr, insan qidaya ehtiyacı olduğun fitrən hiss elədiyi üçün birbaşa hiss eləyir. Yəni, vasitə olmadan biz suzamağımızı hiss eləyirik. Kimsə gəlib yadımıza salmır ki, sən suzamırsan deyəsən. Bəlkə su içəsən, yox. Suzamağı özün heç bir vasitə olmadan hiss eləyirsən, düz. Ağılda
Bəs ağlın nə işi var onda burada? Fitrət hiss eləyirsə hər şeyi, ağıl niyə verilib bizə? Sadə cavab deyim sizə. Fitrət hiss eləyir suya ehtiyacın var. Ağıl təyin eləyir hansı su içməlisən. Ağıl təyin eləyir hansı yeməyi yeməlisən. Fitrət hiss eləyir, birdən ağıl olmasa insan torpağı götürüb yeyər. Tək qarnıma nəsə getsin. Ağıl təyin eləyir ki, sən necə yeməlisən, nə qədər yeməlisən, nələri yeməlisən. Ağıl bax bunun üçündür. Nəticə bu olur ki, nəticəni çıxardaq. Fitrətimiz Allahı istəyir. Çox şiddətli cazibə ilə istəyir. Ağıl həmin cazibənin ünvanını necə tapmağın yolunu bizə göstərir. Ağıl dini bizə göstərir. Din isə həmin ünvanı birbaşa göstərir. Əgər fitrətə zidd olan qeyri-təbii amillər insanları azdırmasa və ya çaşdırmasa, insanlar çox asan şəkildə gedərlər Allaha tərəf. Bu gün cavanları sosial platformalardan, TikTokdan, YouTubedan, kinolardan, nə bilim nələrdən zərərli düşüncələrinə ideologiyalar yerləşdirib onları zəhərləməsələr, onların fitrəti pakdır, rahat tapa bilərlər Allahı, rahat hiss eləyə bilərlər Allahı. Amma çox təəssüf ki, elə günə salıblar insanları bugün ki, fitrətə qarşı elə təzyiq var, fitrətin üstün elə örtürlər ki, fitrətin istəklərin elə örtbasdır eləyirlər ki, insan hiss eləyə bilmir kimdir, nəyə ehtiyacı var, Allahı çox istəyir ya istəmir, Allaha pərəstiş eləyir ya eləmir. Ona görə də bəzən olur ki, insan bir haqq sözü eşidir, yəqin sizdə də olub belə. Düz sözü eşitmirsən, ağıl onu oturub, fikirləşib haqq olduğun sübut eləyənə qədər özündən fitrət hiss eləyir ki, o doğrudur. Olub sizdə elə şeylər. Yoxlamadan hiss eləyir fitrət həqiqətin həqiqət olduğunu. Ağıl yoxlayır, fitrət ondan qabaq bir söz deyilər, ağıllı fikirləşənə qədər dəli vurdu keçdi. Gəlin bu misalı belə deyim, ağıl fikirləşənə qədər fitrət hiss elədi artıq. Fitrətə dəlil-məlil lazım deyil, fitrət birbaşa hiss eləyir, danışılan söz, həqiqət deyə yalan palandır. Fitrətdə belə bir qabiliyyət var. Sadəcə bugün fitrətə aman vermirlər, işin görsün. Bugün insan fitrəti amansız bir şəkildə baskı altındadır və bugün fitrət əlləri və gözləri bağlanmış bir rəssama bənzəyir. Təsəvvür edin, bir rəssamın əlində bağlamışsınız, gözünü də bağlamışsınız. Deyirsiniz ki, çək. O da götürür fırçanı, qoyur ağzına ki, başqa nə cür çəksin? Ağzına qoyur, rəngləri də görmür axı, gözü də bağlıdır. Nəyə gəldi batırır, kətanın üzərində nə gəldi çəkir. Sonra gözünü açırlar, göstərirlər, bu necə çəkmirsənsə. Nə gündə xaotik bir rəsm çəkər də rəssam. Əli də bağlıdır, gözü də bağlıdırsa, düz. Rəssamın 2 dənə orqanıdır, əsas ona lazım olan gözü və əli. İkisini də bağla, nə günə düşər o? Nə çəkə bilər o? Nə qədər istedadlı rəssam olur olsun, rəngi seçə bilməyəndən sonra nə yarada bilər o? Heç nə. Bugün insanın həyatı, həmin o rəssam, əlləri, gözləri bağlanmış rəssam var, onun çəkdiyi xaotik rəsm əsəri kimidir. Bu gün insanın həyatı. Niyə? Fitrətin gözü bağlanıb, fitrətin əli qolu bağlanıb. Din də gəlir, məhz fitrətin o gözün bağlayan nəfsani istəklər var. Bax, onları bir-birlərindən aparır. Namaz onun üçündür, oruc onun üçündür, zəkat onun üçündür, bütün din onun üçündür, bu cümə onun üçündür. Ki, toz torpağı götürsün fitrətin üstündən. İnsan bu cəmiyyətdə paslanır, üstünə çirklənir, çirklənməni biraz yusun, bir qədər insan işıldasın, bir qədər içindəki nur saçsın. O bir söz verir, filan kəsin deyir, üzün nurludur. O üzün nurlu nə deməkdir? Nə qədər insan təmizlənirsə, fitrətinin gözəlliyi vurur simasına, fitrətinin gözəlliyi vurur gözlərinə, vurur onun əzalarına. Və bugün insan öz fitrətindən qəflətdədir və bu qəflət də insana çox baha-başa gəlir. Bugünkü söhbətimiz bura qədər. İnşallah gələn cümədə, əgər Allah nəsib eləsə, fitrət barədə inşallah söhbətimizi davam eləyəcək. Ümid edirəm inşallah həm sizə həm maraqlıdır, həm də sizin üçün faydalıdır inşallah. Bismillahirrahmanirrahim. Vəl-əsr. İnnəl insane ləfî xusr. İlləl-ləzīne əmənu və amilus salihati və təvəsav bil haqqi və təvəsav bis sabr.